Romantizm dövrünün iki ən böyük fortepiano dahisi Frederick Chopin və Ferenc Liszt olmuşdu. 19-cu əsr Avropa musiqisi bu iki bəstəkarın fəaliyyətində həm texniki, həm də estetik, janr baxımından da dərin dönüşlər yaşamışlar. Onlar romantizmin iki müxtəlif istiqamətini təmsil etsələr də, hər ikisi musiqi tarixində silinməz iz buraxmışdır. Frederick Chopin 1810-cu ildə Polşada anadan olmuşdur. Həyatı əsasən Parisdə keçmiş, burada Avropa musiqi dairələrinin seçkin nümayəndələrindən biri olmuşdu. Chopin'in yaradıcılığı daha çox intim xarakter daşıyır, o böyük salonlardan daha çox kiçik məclislərdə çıxış etməyi üstün tuturdu. Onun musiqisi Polşa milli ruhlu, zərif lirika və psixoloji dərinlik səciyyəsi daşıyırdı. Liszt 1811-ci ildə Macaristanda doğulmuşdu və Avropanın bir çox şəhərlərində Paris, Viyana, Roma, Veymarda fəaliyyət göstərmişdi. Zamanın ən parlaq piano virtuozu kimi tanınmış, konsert sənətində yeni tip piano fenomenli virtuozluğunu yaratmışdı. Liszt həm bəstəkar, həm dirijor, həm də musiqi nəzarətçisi kimi böyük irs qoymuşdu. Chopin'in pianoda yaratdığı üslub dərin lirika və incə ifadəliliyi ilə fərqlənirdi. O, pianonu insan səsi kimi dərk edir, səsləndirmədə yumşaq, legato və poetik kantilenaya üstünlük verirdi. Chopin'in texnikasında zərif pedal istifadə olunurdu. Mikropolifonik xəttin incə işlənməsi, ornamentika və melodik naxışlar üstünlük təşkil edirdi. Liszt romantik virtuozluğun zirvəsini yaratmışdı. Onun ifası böyük səhnələr üçün nəzərdə tutulmuşdu. Geniş jestlər, parlaq texnika, səs gücünün maksimal istifadəsi. Lisztin texnikasının əsas xüsusiyyətləri oktava və akord sıçrayışları idi. Sürətli pasajlar və arpegiolar, güclü dinamik kontrastlar, orkestral faktura düşüncəsi və s. Liszt fortepianonu orkestr kimi dərk etmiş və alətin texniki imkanlarını maksimuma çatdırmışdı. Chopin'in müraciət etdiyi janrlar daha çox kiçik formalı əsərlər idi. Bunlar nokturunlar, prelüdlər, mazurkalar, etüdlər, valslar, balladalar idi. Chopin harmoniyasına rəngarənglik, xromatik incəlik və emosional dərinlik aid idi. Bəstəkar melodiyanı əsas ifadə vasitəsi kimi qəbul edir və onu psixoloji çalarlara uyğunlaşdırırdı. Liszt modern romantik dramatizmin təcəssümü idi. Onun istifadə etdiyi janrlar daha çox fantaziyalar, simfonik poemalar, piano konsertləri, transkripsiyalar idi. Lisztin harmoniyasında qeyri-adi modulyasiyalar, akordlar, arpegiolar səciyyəvi idi. Chopin fortepiano miniaturası janrını mükəmməl səviyyəyə çatdırmışdı. Mazurka və polonez kimi milli Polşa janrlarını bədii zirvəyə yüksəltmişdi. Etüdləri həm texniki məktəb, həm də musiqi poetik əsərlər olaraq xüsusi əhəmiyyət daşıyır. Liszt simfonik poeziya janrını yaratmışdı. Transkripsiya və fantaziya janrlarını yeni səviyyəyə gətirmişdi. Fortepiano konsert forması və virtuoz mərasim musiqisinin əsas nümunələrini vermişdi. Chopin pianoda zərif, poetik və introspektiv üslub məktəbini yaratdı. Harmonik yenilikləri Debussy, Ravel və Scriabin'in bəstəkarları təsirləndirdi. Fortepiano pedaqogikasında yeni estetika formalaşdırdı. Liszt virtuoz konsert ifaçılığı modelini yaratdı. Simfonik poetika anlayışını musiqi tarixində möhkəmləndirdi. Harmoniyada və forma quruluşunda cəsarətli addımlar atdı və 19-cu əsr modernistlərinə yol açdı. Chopin və Liszt romantik fortepiano sənətinin iki
qütbünü təşkil edir. Chopin zərifliyin, daxili dünyanın, musiqi poetikasının dahisidir. Liszt monumental ifadənin, virtuoz texnikanın və estetik yeniliklərin yaradıcısıdır. Bu iki bəstəkarın fərqli sənət dünyası romantik musiqinin zənginliyini göstərir və fortepiano sənətinin inkişafında əvəzsiz rol oynayır.